Selamünaleyküm değerli dostlar. Hər vaxtınız xeyirli, uğurlu və bərəkətli olsun. Bu günləri bizim değerli qardaşımızın Şeyx Sərdar Həsənlinin mövlud günüdür, doğum günüdür. Bu doğum günü münasibəti ilə Şeyx Sərdarı sevənləri və ailəsini səmimi qəlbdən təbrik edirəm. Allah hacının qapısını tezliklə açsın. Bəli, bu günləri qeyrətli kişilərdir. Bugün Şeyx Sərdar misli görünməyən bir qeyrətli oğuldur ki, bugün İlham Əliyev hakimiyyətinə qarşı sözünü deyib 17 il azadlıqdan məhrum olunub. Təbii ki, bugünkü gündə Şeyx Sərdarın İran cəsusu adı ilə ittiham edib həbs edirlər, atıblar içəri. Milli Təhlükəsizlik tərəfindən həbs olunub və 17 il vətənə, göyə Şeyx Sərdar İrana məlumat ötürüb, bilmirəm nə bağlı ötürüb, GÖTTX-nin verdiyi məlumata görə Şeyx Sərdar İrana məlumat ötürüb. Əziz və dəyərli dostlarım, bunlar kimsə şərləmək istəsələr, kimsə tutmaq istəsələr, dərhal boynuna ya narkotik qoyulur, ya silah qoyulur, ya ailəsi ilə, uşağı ilə təhdid olunur, ya da ki, İran cəsusu adı ilə ittiham olunur, həbsə atırlar. Bugün Şeyx Sərdar kimi dəyərli alimlər, yaxud Hacı Taleh kimi dəyərli ruhanilər, alimlər, ilahiyyatçılar ki, bugünkü gündə dindarlar Azərbaycanda həbsə, işgəncələrə məruz qalırlar. Məhz Azərbaycan xalqına görə, dirəniş göstərdiklərinə görə bu günləri azadlıqlarını qurban verib, zindanı özlərinə ev seçirlər. Bəli, o kişinin bu günləri Şeyx Sərdar qardaşımızın ad günüdür. Şeyx Sərdar ondan qabaq, tutulmamışdan qabaq bilirsiniz ki, Masallıda cümə namazı qılmışdı. İlham Əliyevi tənqid eləmişdi və 5 il azadlıqdan məhrum edilmişdi. Demək olar, bu hakimiyyəti kim tənqid eləyirsə, kim bu hakimiyyətin üstünə gedirsə, ya İran cəsusu olur, ya Amerikanın agenti olur, ya Erməninin cəsusu olur. Mən bir şey anlaya bilmirəm ki, görəsən İlham Əliyev kimin cəsusudur, kimi xidmət edir, kimin agentidir, kimə yəni tabiçiliyindədir. Onu yəni İlham Əliyev özü bilir, yoxsa bilmir. Təbii ki, İlham Əliyev özü bilir ki, kimin tabiçiliyindədir, kimin əmrlərini itaat edir. Bu yəni bunu ifşa eləyir buradan deyək. Yəni bunu bütün xalq bilir, bütün ölkə bilir, bütün dünya bilir bunu. Bugünkü gündə alimlərin və dindarların yaxud siyasi fəaliyyətlə məşğul olan müxalifətçilər olsun, dindarlar olsun, bizim üçün yenə demişik ki, bu şeylərdə bizim üçün fərqi yoxdur. Əgər bugünkü gündə haqq sözü deyirsə, İlham Əliyev hakimiyyəti tərəfindən şərlənir, həbsə girirsə, onlar bizim hamımızın başının tacıdır. Ne üçün ki, onlar bugünkü gündə zalimlə vuruşublar, zalimə qarşı çıxıblar və zalimin əlaltısına çevriliblər, bugün həbslərə düşüblər. Bəli, o insanlar bu günləri Azərbaycan xalqına görə və ya dediyim kimi azadlıqlarını qurban verib zindanları özlərinə ev seçiblər. Bugün o qardaşlarımızın yanında olmaq lazımdır. O qardaşlarımıza dəstək olmaq lazımdır ki, Azərbaycan xalqına kişiləri tanıtdırmaq lazımdır. Bugün Azərbaycan millətinə qeyrətliləri tanıtdırmaq lazımdır. Qeyrətsizləri yox. Qeyrətsizlər zaten o deyir, o kişiləri dedi həbs edib tutub basanda qeyrətsizlər gəlib meydanda at sulayacaq, meydan sulayacaq. Bu günləri həqiqətən həllədir. Bugün Azərbaycanda danışan dilləri bugün həbsə salıb, zindanlara salıb, tutub, nahaq yerə şərləyirlər. Bugün qeyrətsizləri buraxırlar ki, gedin bunu Azərbaycan xalqına gedin mənəviyyatsızlığı, şərəfsizliyi təbliğ edin. Bəli, həmin mənəviyyatsızlığın, şərəfsizliyin, korrupsiyanın, rüşvətin, quldur rejimin qarşısında dayanan bu kəslərdir ki, bu günləri İlham Əliyevin gülləsinə tuş gəlirlər. Şeyx Sərdar Həsənli hansı bir cinayətin sahibidir ki, 17 il onu azadlıqdan məhrum edib, üzr istəyirəm, ailəsindən, balasından onu didərgin saldılar. Bəli, nəinki Şeyx Sərdar kimi. Şeyx Sərdar kimi çoxlu insanlarımız ki, bugün istər inancı olsun, istər müxalifətçi olsun ki, bugünkü gündə şərlənib həbsə atılıblar. Bəli, biz bu günləri bunları qınayırıq, pisləyirik.
və şərlənən insanların bu günləri azadlıqlarını tələb eləyir. Bir gün Covdarov kimi şərəfsizləri 8 il, 9 il bu gün İlham Əliyev şərəfsiz ona iş oxuyursa, iş keçirsə, niyə bugünkü gündə Covdarovun azadlığa buraxılır və Covdarov azadlıqdan çıxan kimi ona dəyilən ziyanın ödənməsini istəyir. Yəni əlindən alınan pullar, mülklərin alınmasını istəyir. Baxın, bunlar görün nə qədər İlham Əliyevin, üzr istəyirəm, lazım olan o materiallar var ki, Covdarovun, Eldar Mahmudovun əlində ki, İlham Əliyevin cəsarəti, qeyrəti çatmır ki, Eldar Mahmudovu bir günləri vətənə xəyanət edən Eldar Mahmudovu tutub həbsə atsın. Ona cəsarəti çatmır. Kimlər ki, vətənini, dövlətini, xalqına xidmət eləyir, onların cibinə ya narkotik atır, ya da vətənə xəyanət statusu ilə şərləyir, həbsə atır. Baxın ha, hakimiyyət özü çıxır qeyd edir ki, dövlət məmuru Eldar Mahmudov Azərbaycan xalqına, Azərbaycan dövlətinə xəyanət edib. Xəyanət edən məmur bu günləri aşkarlıqda gezir, rahat şəkildə əllərini, qollarını yelləyə-yelləyə, videoları da var, kadrları da var, görürük. Bəli, bugünkü gündə Əliyevin qoyduğu qanun budur. Əliyevin apardığı siyasət xalqına qarşı budur. Əsl xəyanət edənlər bu günləri cəmiyyət arasında gezir, firavan həyatda yaşayır, villasında yaşayır. Bu gün xalqının dəyərlərini müdafiə edənlər bu gün şərlənir, həbs olunur. Bu qədər. Sağ olun. Allah amanında. Şeyx Sərdar qardaşımızın da ki, Mövlid günü mübarək olsun. Allah bütün günahsız insanların, məhbuslarımızın qapısını tezliklə açsın. Sağ olun.